Değerli dostlar, hər vaxtınız xeyirli olsun. İpotekla bir dənə ev çəkirəmsə, hazır ipotekadadır. 5 otaqlıdır, 5 otaqlıdır. 3,7 sotun içində, evində, yəqin ki, ipotekada olanda evində torpağın da sənədi var. Bu giriş qapısıdır, 5 dənə maşında rahat girirdi içəri. Burada da köməkçi sanitar qoşağı var, ayaq yolcusu var həyətində. Evimiz yerləşir Xırdalan şəhərində, Af yaşayış kompleksindən yuxarı küçədə, əla bir yerdədir. 7 nömrəli məktəbin arxa küçəsində yerləşir. Gəl. Bura onun həyat hissəsidir. Qəşən rahatlıqla oturmaq olar, sonra navest eləmək olar buranı. İstiri sistemi kombidir, padvalına qədər kürsüdədir. Deməli, evimiz necə kürsüdədir? 1, 2, 3, 4, 5, 7 daş kürsüdədir. Gəl. 7 daş evin içərisində pləkan qoyulub. Burada çıxırıq və hazırda belə çıxdıq, giririk. Mətbəx studiya zaldır. Böyük bir mətbəxi studiyasından bir yerdə, zalla bir yerdə. Sənədləri də buradadır. Bax, burada sənədlərin Gəbrə qardaş. Bax, kupçası əldə, texniki pasportu əldə. Bu da deməli ipotekada olduğunu hər ay ödənişlərdir. Deməli aylığı 504 manatdır. 45.000 ödəyirsən, banka borcu qalıb 55.000, ayda 504 manat banka ödəyirsən. 55.000-i 504-ə bölürsən, neçə ilə düşürsə o il qədər olur. Yəni mən indi bölməmişəm. Gəl, qardaş, gəlin bura. Deməli, bura, koridor hissə. Buradan da giririk. Deməli, 4 dənə də otaq buradadır. Bir yataq otağıdır. Bütün pəncərələrin qarşısı açıqdır. Önəmli şərt nədir burada? Əsas məsələ. Evimiz tam əşyalı satılır. Bütün əşyalarla bir yerdə evimiz satışa çıxarılır. Bura onun bir yataq otağıdır. Oldu ikinci yataq otağı. Yəni nə görürsünüzsə əşya evdə qalacaq. Burada isə evimizin əlavə bir yataq otağı. 3 yataq otağı oldu da yəqin ki. 3 yataq otağımız, 3 yataq otağı deməli qaldı. Bir dənə əlavə nəyimiz? Axırıncı otağı çəkmək. Gəl, qardaş, gəl bura. Burada da, buranı da zal kimi eləyiblər yenə. Yəni, həm mətbəx studiya, gəl, qardaş, gəl. Əşyalarla bir yerdə, yalnız burada televizor çıxacaq, stol çıxacaq. Yəni ki, bir dənə televizor çıxır da, səhv eləmirəmsə. Bir də həyətdə olan stol çıxır. Qalan bütün əşyalar qalır. İstiri sistemi kombidir, ev yaşayışı evdə ailə yaşayır. Əşyalı vəziyyətdə satır. Deməli, ələ 45.000, banka da 55.000 ödəmə şərtlə. Bank necədir? Aylığa bölünüb, hazır. İpotekadadır 504 manat. Bu ev barədə kimin nə sualı varsa, sanitar qoşağı boş deyil. Yəni orada sanitar qoşağı da. Yəni ki, bu içəridə də vardı yəni. Boş deyil ora, yəni adam var içində. Bu ev barədə kimin nə sualı varsa, ipotekla, daxili kreditlə, ipotekla bağlı kimin nə sualı varsa bizdən əlaqə saxlayın. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım bizə.